mən dəvət edirəm bura. Əslində Çingizlə də davam edəcək, amma bizim Respublikamızın əməkdar məşqçisi, idman ustası, mənim dostum, qardaşım, gözəl insan Samir Həsənov. Samir, gəl. Dəstək olmaq üçün buradasan. Xoş gördük, salamlayıram bizim dəyərli münsiflər heyətin. Salamlayıram burada bütün iştirakçıları, iştirakçımız, sənətkarımızı, Məhəmməd Əlini və Çingiz qardaşımı salamlayıram. Bizi efir qarşısından izləyən bütün Azərbaycan xalqını salamlayıram. Çox sağ ol, Samir. Xüsusən də mənim doğulub boya başa çatdığım Cənub elin, yardımlı elin. Bəli. Mən yardımlı elindən, yardımlı cəmaatından, bizim bilirsən də, bizə qonaq demişdin, gəlib çıxmadın ora, Dağüzü kəndi. İnşallah, Dağüzü kəndi, kəndin adı yadımdadır. Çənlibeldə, həmin Çənlibel deyilən yardımlıdır. Mən inanıram ki, yardımlılar Dağüzü kəndində intiqam qardaşımdan tutmuş, ta Zevin kəndinə, Köriyədi, Urakaran, bütün kət Televar, bütün kətlərdən, yardımlının ağsaqqallarından, dəyərli oğullarından səs gözləyirik. Ən əsası Çingiz bəy. Ekran Ağbirçəklərindən də səs istər. Ağbirçəklərindən hamısı pensiyalarını alıblar. Kişi qeyrətli xanımlarımız var. Samir bəy, mən sizə bir qeyd edeyim ki, bizi efir arxasından hal-hazırda yardımlının şəhid ataları izləyir. Yəni Çingizi çox istəyirlər. Baş əyri onların qarşısında. Həqiqətən də. Bəli. Mən şəhid atalarının xahişi ilə, başda Yadigar əminin və dəyərli şəhid atalarımız, bütün yardımlının, bütün dəyərli şəhid, Azərbaycanın şəhid atalarının alınan qarşısında baş əyirik. Yəni hal-hazırda bizi bu saat efir arxasından Yadigar əmi, şəhid atası Yadigar əmi başda olmaqla bütün yardımlı şəhid ataları, anaları, valideynləri izləyir. Ən əsası Çingiz qardaşım, sən Azərbaycanda şəhid atalarının, şəhid analarının sevgisini qazanmışsan, onların qarşısında sən imtahan verirsən. İnanıram ki, bütün yardımlı oğulları, Cənub oğulları, Azərbaycan oğulları sənə yox, sənin sənətə səs verəcəklər, səni qalib edəcəklər. Təbii ki, mən sənin yanındayım. Bütün xalqımızı salamlayıram. Təbii ki, burada sizin kanala təşəkkür edirəm. Dünya TV-nin rəhbərliyinə, Ramiz məmnun tutmuş, bütün işçi heyətinə, operatorlara, kameramanlara, bilirsiniz də Çingiz Mustafayevin milli qəhrəmanımız Çingiz Mustafayev bizim operatorumuzdur. Yəni bu operatorlar da Çingiz Mustafayevin adına layiq olmalılar, onun davamçısı olmalılar. Həqiqətən də hər bir işçinin burada əməyi var. Var olun, münsiflər heyəti, var olun. Təşəkkürlər sizlərə. İnşallah güclü qalib gəlsin. Var olun. Sən operatorların dostusan, bizim operatorumuz Baharında laf belə dostusan. Görürsən də səni ən gözəl o çəkir. Bahar səni çox istəyir. Buyur, əyləş əzizim. Və Çingiz